Əziz dostlar, hər vaxtınız xeyir olsun. 21 Mart 2025-ci il sizi Mahmudlardan salamlayıram. Növbəti dəfə bir daha hər kəsi Novruz bayramı münasibəti ilə təbrik edirəm. İndi isə sizə çox gözəl yeni bir binada gözəl mənzil təqdim edəcəm. Baxın, bu yaraşıqlı bina Mahmudların tam mərkəzində yerləşir. 2 dənə korpusdan ibarətdir. Arxa korpus və ön korpus. Ön bina. Axşamlar çox gözəl işıqlandırma sistemi var. Deyə bilərəm ki, bu bina Mahmudlara yaraşıq verir. Yeri isə, lokasiyası, konumu çox möhtəşəmdir. Qarşıda Saat Kulesidir, tam Mahmudların mərkəzi. Cumartesi bazarı da orada. Və biraz elə Cumartesi bazarının içində də AVM-dir, Akdeniz Park alış-veriş mərkəzi. Buralar da Barbaros küçəsidir, restoranlardır, kafelərdir. Yəni hər yeri, ətrafı ancaq restoran, kafe. Burada da dayanacaq var, birbaşa çıxırsınız dayanacağa. Və bina tam infrastrukturalıdır. Bu binanı inşa edən bizim yaxın dostumuzdur. Gənc inşaatçıdır. Amma gənc olmasına baxmayaraq, bu onların ilk binası olmasına baxmayaraq, onlar ailəvi inşaat şirkətidir. Yəni öz atası olsun, qardaşları hamısı Alanya'nın ən məşhur inşaat şirkətləridir. Onların bir çox binalarını mən təqdim eləmişəm. Sadəcə olaraq bu bina dostumuzun ilk dəfə olaraq özünün tək inşa etdiyi binadır. Ona görə özü də həmişə deyir ki, bura ürəyini qoyub ən gözəl materiallardan, ən gözəl inşaat malzemələrindən istifadə edib, hər şeyin ən yaxşısını eləyib və özü də bu binada yaşayacaq. Bura nəyə görə gəldim? Burada yeraltı parkingdir. İndi buradan düşmürəm. Sadəcə baxın, Barbaros'da buradan gəlirsiniz və maşınınızla birbaşa daxil olursunuz yeraltı parkingə və oradan lift vasitəsilə mənzilinizə qalxırsınız. Mən bu tərəfdən keçəcəm. Orada hovuzu göstərim. Sonra iç infrastrukturaya baxarıq. Bəli, dediyim kimi dostumuz gənc inşaatçıdır. Ən gözəl materialları, ən gözəl yəni inşaat materiallarını alıb bu binanın tikintisində istifadə edib. Çünki deyir, özüm də burada yaşayacağım, yönətəcəm binamı və hər şeyin çox gözəl olmasını istəyir. Biz də qardaşımıza uğurlar arzu edirik. İnşallah gələcəkdə şəxsi olaraq daha gözəl binalara binalar tikər, daha gözəl inşaatlara imza atar və onunla da beraber çalışırıq. Bəli, bura giriş hissədir. Bina hələ tam olaraq təhvil verilməyib. Baxmayaraq ki, insanlar artıq yaşayır. Son tamamlama işləri gedir. Baxın, hovuz necə gözəldir, böyükdür. Bu burada olan, yerdə olan materiallar hamısı Kapadokya'dan gətirilib. Xüsusi materiallardır. Xüsusi daşlardır. Burada landşaft işləri tamamlanıb. Burada kamelyasıdır, oturma alanları, kölgəlik, ağaclar, çiçəklər hamısı əkilib. Orada o yaşıl yerdə generator var. Hovuz da böyükdür yetərincə. Arxa bloku biz göstərmirik. Bu bloka baxacağıq. Zaten onlar arada yol olduğuna görə ayrı bina kimi də saymaq olar onları. Giriş buradandır. Burada da duş kabinlər olacaq muhtemelen. VC-lər, duş kabinlər. Belə, indi binanın içine daxil olacaq. Bəli, əziz dostlar, qapı şifrəlidir. Şifrəni yazdım və içəri daxil oldum. Buralar artıq təmizlənib, hazırdır. Giriş hissədir bura. Liftlər olan 2 dənə yer buradır. 2 dənə lift var. Mən isə nərdivanla düşəcəm aşağıya və qapalı infrastrukturanı sizə təqdim edəcəm. Bəli, aşağı düşdüm. Bura parkingdir. Qapalı park ərazisi. Maşınları bura park edirsiniz. Bayaq yuxarıdan göstərdiyim yol, baxın, buradan gəlir, bura çıxır. Və bura bizdə olur qapalı park yeri. Buradan binaya daxil olub
lift vasitəsilə, baxın burada liftlərdir. 2 dənə lift vasitəsilə yuxarı çıxırsınız. Burada da görevlinin mənzili yerləşir. Burada yaşayırlar adətən görevlilər. Və əziz dostlar, içəri daxil oluruq. Burada da xüsusi daşlarla divarlar filan hamısı inşa olunub. Bura qapalı hovuzun olduğu ərazidir. Böyle bir qapalı hovuzumuz var burada qəşəng. Hər yerdə xüsusi havalandırma sistemi indi də çalışır. Çox qəşəng, səliqəli, yüksək səviyyədə inşa olunmuş bir bina. Bu da duş. Deməli, hovuzdan sonra bizdə gəlir burada uşaq yeri olacaq. Baxın, gətirilib artıq nə lazımdırsa. Bura qaranlıqdır və keçirik digər infrastrukturaya baxmağa. Bu tərəfdə bizdə yenə də duş, bura masaj otağıdır səhv eləmirəmsə, soyunub geyinmə otaqları, masaj otaqları olacaq. Burada bizdə sauna, böyük bir saunamız var və çox gözəl bir türk hamamı. Baxın, çox zövqlə düzəldilmiş, xüsusi daşlardan, mərmərlərdən düzəldilmiş bir türk hamamıdır burada. Daha sonra devam edirik. Bura biraz labirint şəklindədir. Çox maraqlıdır, qeyri-adidir. Alışılmışdan biraz fərqlidir. Bura fitnessdir. Artıq güzgülər asılıb. Fitness alətlər də gəlib artıq. Sadəcə bura onları qoyacaqlar və salam. Və yuxarıda da yenə də böyük kondisionerlər, isitmə soyutma sistemi. Burada da yenə VC-lər, duş kabinlər, hər şey yüksək səviyyədə. Bu da bizim qapalı infrastrukturamız. İndi isə qalxacağıq mənzilə. Əziz dostlar, liftə daxil oluruq. Gözəl liftimiz var və qalxırıq yuxarıya. Mənzilimiz 7-ci mərtəbədədir. Deməli, əziz dostlar, indi mənzilə qalxırıq. 2+1 mənzildir. Amma bu binada 1+1 mənzillər də qalıb. Çox az sayda 2 dənə qalıb. 1+1 mənzillərin qiyməti 120.000 avrodan başlayır. Bu mənzilin qiymətini isə sonda deyəcəm. Çünki bu xüsusi yığılmış bir mənzildir. Baxın, içərisi biraz fərqlidir. Digər mənzillərdə bu şeylər yoxdur. Məsələn, belə güzgülər filan, bu özəl yığılıb. Deməli, 2 otaq mənzil, 3 otaq mənzil, yəni 2+1. Baxın, bura giriş hissə, burada da xüsusi sifarişli şkaflar, qapılar çox keyfiyyətlidir. Bu binada ən çox önəmli olan şey odur ki, baxın, qapıların hündürlüyü yerdən tavana kimi. Mahmudlarda belə bir şey yoxdur. Və sol tərəfdə bir otaq var. Bu otağa daxil olaq əvvəlcə. Burada da artıq bəzi dizayn verilib mənzilə. Burada bir sanuzel var. Mənzildə hər yerdə yerdən isitmə sistemidir. Burada da çox yüksək səviyyəli materiallardan istifadə olunub. Bu bir duş kabin. Mənzildə 2 dənə sanuzel var. Böyük, baxın, pəncərələr. Bu birinci balkondur. Çıxaq balkona. Qapılar da çox keyfiyyətli, dayanıqlı qapılar və buradan belə bir möhtəşəm mənzərə. Baxın, bütün Mahmudların tam mərkəzi. O Beko yazılan yer tam saat kulesidir. Mahmudların mərkəzi və önümüzdə gözəl mənzərə. Balkon da belə böyükdür. Bu birinci otağımız. Bu mənzildə biraz hələ işlər gedir, üzürlü sayın ona görə. Təmir işləri davam edir. Bu ikinci otağımız. Burada da xüsusi hər şey hazırlanır. Baxın necə gözəl qardiroplar quraşdırılıb. Buradan da balkona çıxış var. Və sağ tərəfdə ikinci sanuzoldur bu, ümumi sanuzol. Bu da duş kabin. Və daxil oluruq salona. Bu da bizim oturma alanımız, salonumuz.
Panoramik pəncərələr birbaşa dənizi göstərir bizə. Növbəti balkon buradadır. Və yenə də içərisi dizayn edilir. Bütün istifadə olunan daşlar, mərmərlər, hamısı baxın, bütün sistem hamısı ən gözəl, ən keyfiyyətli materiallardan istifadə olunub bu binada. Bunu sizə əminliklə söyləyə bilərəm ki, belə bir keyfiyyətdə bina, inşaat Mahmudlarda tək tükdür. Çünki burada səviyyə çox yüksəkdir. İndi isə balkona çıxacağım. Burada da belə bir balkonumuz var. Birbaşa Barbaros küçəsinin aşağıya baxır. Saat kulesi buradan tam görsənir. Haradasa 150 metre. Alışveriş mərkəzi orada, bazar orada. Dəniz zaten 150 metredir. Hər şey ayağımızın altındadır. Bəli, əziz dostlar, bu mənzilin bugünkü qiyməti 300.000 avrodur. Amma price listdə, qiymət cədvəlində, yəni qiymət kağızında fiyatı çox yüksəkdir. Bugünkü gün üçün endirim var. Ona görə mənzil 300.000 avrodur. Dediyim kimi bu binada 1+1 mənzil var. 2 dənə 2+1 mənzil və arxa blokda 3+1, 4+1 dupleks də var. Kimə lazım olsa əlaqə saxlaya bilərsiniz. Mən isə sizinlə sağollaşıram. Bir daha hər kəsin Novruz bayramını təbrik edirəm. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, var olun.